Əlində bayraq, əynində idman forması, ayağında rezin çəkmələr. Bir qəhrəmanın hekayəsi. Natiq Qasımov 1-ci Qarabağ müharibəsi dövründə əsir düşən, bugünədək xəbəri gəlməyən qəhrəman. 1992-ci ildən itkindir. Ermənilər onu əsir götürmək üçün nələr etdiriblər ki, təslim olmasaq qocalı əsirlərini sırayla öldürəcək deyirlər. Natiq təslim olduq an. Nə qədər qürurlu və mərd olasan ki, erməni əsirliyinə əlində Azərbaycan bayrağı ilə gedəsən. Natiq Qasımovun talihi bugünə qədər məlum deyil, amma İngilis rejissor Karan Singhin onun haqqında çəkdiyi Oğul filmində Natiqin öldürüldüyü deyilir. Anası isə oğlunun yolunu tələb edir. Torpaq uğrunda ölən varsa vətəndir. Bu qəhrəmanlarımız da üzərində dayandığımız bu torpağı bizə vətən qılanlardandır. Lakin o da bir reallıqdır ki, uğrunda canlarını fəda etdikləri bu torpaqda məzarı belə olmayan qəhrəmanlarımız var. Tarixin yaddaşına həkk olunan qəhrəmanımız Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunda dünyaya göz açsa da, Mingəçevirdə boya başa çatıb.